Test 9 2025 bölmə kvadrat köklər həqiqi üslü qüvvət. Biz bura birinci mövzunun, yəni hesabı kvadrat kök və onun xassələri mövzusundan 48-ci sualın izahına baxarıq. 48-ci sual, deməli sualımız sağ tərəfdə görünür. Yazıram bura kök altında 24 çıxılsın 5 üstü 11 vurulsun kök altda 3 üstə gəl kök altda 2 qüvvətində 22. Deməli biz birinci mötərizə ilə işimiz yoxdur. Yəni kök altda 24 çıxılsın 5 üstü 11 olduğu kimi saxlayırıq. Bu 22 var. İkinci mötərizənin qüvvətində 22 var. Biz onu kök altda 3 plus kök altda 2-nin deməli kvadratın üstü 11. Yəni qüvvətin üstündə 2, onu da qüvvətin 11 şəklində yazırıq ki, qüvvətlər eyniləşsin. Birinci mötərizə ilə ikinci mötərizənin qüvvəti eyniləşsin. Kök altda 24 çıxılsın 5 üstü 11'i saxlayıram. Biz burada mötərizənin içində a plus b-nin kvadratını görürük. Bunu kənarda yazım. Kök altda 3 üstə gəl kök altda 2-nin kvadratının açılışı necə idi? Birincinin kvadratı üstə gəl 2 kök altda 6, yəni 2 AB onların hasili üstə gəl ikincinin kvadratı. 3 ilə 2-ni toplasaq olacaq 5 üstə gəl 2 kök altında 6 qüvvətində 11. Diqqətlə baxsaq qüvvətlər eyniləşib. Onda biz bunları bir qüvvət altında vura bilərik. Yəni kök altda 24 çıx 5 vurulsun. Bura toplananların yerini dəyişmək olar. 2 kök altda 6 ilə kök altda 24'dür. 2'ni kökün altına salsaq. 2 kök altda 24 plus 5 qüvvətində 11. Və bu a kvadrat çıx b kvadratdır. Yəni olur birincinin kvadratı kök altda 24'ün kvadratı 24 çıxılsın 5'in kvadratı 25 üstü 11. Bu da bizə mənfi 1 üstü 11, yəni mənfi 1'i verəcək. Yəni 48-ci sualda cavab Y variantıdır. Y variantı. Növbəti sualımız 49-cu sualdır elə. 49-cu sualı bir neçə üsulla işləyə bilərsiniz. Sual burada görünür. Surət və məxrəcin qoşmasına vurmaq və yaxud da birbaşa ortaq məxrəcə gətirməklə yaza bilərik. Fərqi yoxdur. Hansı üsulla yazırıqsa yazaq. Mən birinci kök 2 var. O kök altı ümumi kök altı ifadəni ayrı-ayrı köklərin nisbəti kimi yazıram. Yəni baxın bu şəkildə kök altında birinci kökdən söhbət edirəm. Olacaq kök altda 7 üstə gəl kök altda 6 bölünsün. Bunu da ayrıca kökdə yazıram. Kök altda 7 çıxılsın kök altda 6. Çıxılsın növbəti kəsr xətti 2 var. Növbəti kəsr 2 var. Yəni kök altı ifadə 2 var. Onu da ayrı-ayrı köklərin nisbəti kimi yazıram. Yəni kök altında kök altda 7 çıxılsın kök altda 6. Heç mötərizə ehtiyac yoxdur. Burada da kök altda 7 üstə gəl kök altında 6. İndi kəsrlər çıxa bilərik. Bunların ortaq məxrəci ilə bunların hasilidir. Yəni kök altda 7 kök altında kök altda 7 çıxılsın kök altda 6 vurulsun. Kök altında kök altda 7 üstə gəl kök altda 6. Ortaq məxrəc bunların hasilidir. Surətdə isə biz bunları bir növ belə deyirik, çarpaz şəkildə vururuq. Bunun surətin, bunun məxrəcinə vururuq. Kök altda 7 plus kök altda 6 kökün altındadır. Özünə vursaq elə kvadratı olur. Yəni burada alınır kök altda 7 üstə gəl kök altda 6. Yəni 2 dənə kökü bir-birinə vuranda köklərin kvadrat gelmiş olur. Çıxılsın. Bunu da bu şəkildə çarpaz vursaq olacaq kök altda 7 minus kök altda 6'nın kvadratı, amma kvadratla onun üstündəki köklər islah olur, ixtisar gedir. Bu alınır. Mötərizəni açsaq burada kök altda 7'lər islah olacaq. Alınar 2 kök altında 6 və bunun məxrəcinə baxsaq, məxrəc a kvadrat çıx b kvadratı bir kökün altına biz bunları vura bilərik məxrəci. Olacaq 7 minus 6 o da 1 verir bizə. Doğru cavabımız 2 kök altında 6, yəni A variantı 49'da. Burada növbəti bu mövzuda sualımız bizim 56-cı sual var, maraqlı sual. 56-cı suala baxaq. Sualımız sağ tərəfdə görünür. Necə yanaşaq bu suala? A bərabərdir 2 bölünsün kök altda 13 çıxılsın kök altda 12. Biz əvvəlcə bunu belə deyək, surət və məxrəcin qoşmasına vuraq. Məxrəci irrasionaldan azad edək. Olacaq kök altda 13 üstə gəl kök altda 12 bölünsün. Məxrəci də vururam bunun qoşmasına. Yəni kök altda 13 üstə gəl kök altda 12'yə bərabəri. Surəti olduğu kimi saxlayırıq.
plus kök altda 12 bölünsün. Məxrəcə fikir versək, bura yenə a kvadrat çıx b kvadrat var. Olur kök altda 13-ün kvadratı 13, çıxılsın kök altda 12-nin kvadratı 12. Bu da 1 verir. Deməli bunun qiyməti oldu 2 kök altda 13 üstə gəl kök altda 12. Keçirik ikinciyə. B bərabərdir. Kök altda 13 bölünsün 4 üstə gəl kök altda 3 böl 2. Burada ortaq məxrəc 4 olacaq. Olacaq kök altında 13 üstə gəl 4'ü 2'ye böləndə 2 dəfə bölünür. Burada alınır 2 kök altında 13. 2 kök altında 13 bərabərdir. Düz yazdıq. 2 kök altda 13 üstə gəl 2 kök altda 3'dür. Burada 2 kök altda 3. 2 kök altda 3. Aha. Bu da kök altında 13 üstə gəl. 2'ni kökün altına salsa bu kök altında 12 deməkdir. Bölünsün 4. Deməli biz A-nı da tapdıq, B-ni də tapdıq. Bunları bir-birini ifadə eləməliyik. Ayrıca yazıram təzədən bunu. A bərabər biz tapdıq ki 2 kök altında 13 üstə gəl kök altda 12. B-ni isə tapdıq. Kök altda 13 üstə gəl kök altda 12 böl 4. Biz kök altda qısa olsun deyə deyirəm. Qısa olsun deyə. Hazır görünür ki biz bunları bir-birinə vursaq və ya bölsək. Tutaq ki biz A-nı gəlin B-yə bölək. A-nı B-yə bölsək. Kök altda 13 plus 12'lər ixtisar gedər. Qalar 2 böl 4'də 1 yəni 8. Onda buradan alınır ki A bərabəri 8B. Deməli biz A-nı B ilə ifadə etdik ki A bərabərdir 8B şəklində demiş. Fərqli formalarda da sadələşdirə bilərsiniz bunu. Növbəti sualımız burada 56'nı dedi. 57-ci suala baxaq. 57-ci sualda sadələşdirə də bilərsiniz. Ən rahatı bunu hesablamaqdır. Bu daha rahat ola bilər. 2 üstə 10 üstə gəl 2 üstə 6 çıx 3 bölünsün 31. 2 üstə 10'un hər kəs qiymətini bilir. Çünki 2 üstə 5 32-dir. 2 üstə 10 isə 32'nin kvadratı 1024'dür. Üstə gəl 64 çıxılsın 3 bölünsün 31. Bərabərdir. Kök altında 4 üstə 4 8 8'dən 3 çıxanda 5 2 üstə 6 8. Bu da 10 1085 bölünsün 31. Bu da bizə kök altda 35 verir. Yəni doğru cavabımız hansı olacaq? Burada E variantı olacaq. 57'də dedik 63-cü sualımız. 63-cü sual demək. Buradan yeni səhifədən yazaq. AB və BA iki rəqəmli ədədləri üçün kökün altında AB bu iki rəqəmli ədəddir. Üstə gəl BA rasional ədəd olarsa AB ədədi neçə fərqli qiymət ala bilər? Deməli, biz bunların atılışını əvvəlcə yazaq. Bərabəri kökün altında. Biz bilirik bu iki rəqəmli ədəd olduğu üçün bunun atılışı 10A üstə gəl B'dir. BA-nın atılışı isə 10B üstə gəl A'dır. Kökü saxlayırıq. 10A ilə 1A-nı toplayanda 11A, 10B ilə 1B-ni toplayanda 11B. Bərabərdir kökün altında 11 çıxır mötərizə xaricinə qalır A plus B. Deməli, rasional ədədləri biz bilirik ki bundan kök çıxmalı, tam kök çıxmalıdır. Ayrı-ayrılıqda bunlara diqqətlə baxsaq, A plus B-dən kök çıxmır. Daha doğrusu 11'dən kök çıxmır. A plus B ifadəsi ilə bir qiymət ifadə olmalıdır ki, onun içində bir dənə də 11 vuruğu olmalıdır. Yəni A plus B 11K şəklində olmalıdır əslində. A plus B daha doğrusu 11K'nın burada belə deyək, kvadratı olmalıdır. Burada belə məntiqi yanaşaq. A plus B 11K'nın kvadratı şəklində olmalıdır. Niyə? A plus B'də bir dənə 11 vuruğu olmalıdır ki, 11-11'ə vurulub bir dənə 11 kökü çıxsın. K kvadrat da ki, odur. Kvadratla kök gedəndə K qalır orada. Bax ona görə. Yəni biz buradan A plus B bölünsün 11'ə bərabər K kvadrat deyirik. Bilirik ki, A və B rəqəmlərdir. K kvadrat burada 2 ola bilməz. Misal biz K'ya burada 2 deyə bilərikmi? K 2 desək, 2'nin kvadratı 4 olar. 4'ü 11'ə çarpaz vursa 44 eləyər. A plus B 44 ola bilməz. Çünki maksimum bunlar 9 ola bilər. 9 ilə 9'u toplayanda heç 44'ə çatmır. Demək bu K 100% 1 imiş. Ona belə çıxır ki A plus B bölünsün 11 bərabərdir 1'in kvadratı yəni 1. Buradan da A plus B-ni biz 11 tapmış olarıq. Rəqəmlər cəmi 9 dənə 10 dənə rəqəmimiz ki var, amma 0-dan fərqli olmalıdırlar. Toplayanda 11 verən rəqəmlər hansılardır? 2 ilə başlayırıq, 1 ilə 10 ola bilməz. Çünki 10 2 rəqəmli ədəddir. 2 9 3 8 4 7 5 6. Geriyə qayıtsaq 6 5
7, 4, 8, 3, 9, 2. Bizə nə sual vermişdi? AB ədədi neçə fərqli qiymət ola bilər? Birinci görürük 29 ola bilər, 38, 47, 56, 65, 74, 83, 92, 8 dənə fərqli qiymət ala bilərmiş. Bu belə. Keçirik növbəti mövzuda. Yəni mövzumuz hansıdır? N-ci dərəcədən kök, həqiqi üslü qüvvət, onun xassələri. Burada 12-ci sualın izahına baxaq. 12-ci sual sağ tərəfdə görünür. 12-ci sualda yazıb ki, A mənfi qiymət alır, A sıfırdan kiçikdir. Kökün altında 243 4-cü dərəcədən 243 A üstü 6, B üstü 5. Bax, bu ifadəmi sadələşdirməliyik. 4-cü dərəcəni saxlayıram. 243 3-ün 5-ci qüvvətidir. Bunu bilək. 3-ün 5-ci qüvvətidir. A üstü 6, B üstü 5 hələ ki saxlayıram. Bərabərdir 4-cü dərəcədən 3 üstü 5 qüvvət, kökün qüvvəti dərəcəsi 4 olduğu üçün biz 3 üstü 5-i 3 üstü 4 vur 3 üstü 1 kimi yazaq. A üstü 6-nı A üstü 4 vur A üstü 2 elə eləyək ki, bir dənə qüvvətlərə 4 yaransın. Çünki kökün dərəcəsi 4-dür. B üstü 5-i B üstü 4 vur B üstü 1 şəklində ayıra bilərik. Burada 4-lər ixtisar gedir, qalır 3. Burada da 4-lə kökdəki 4 ixtisar gedir, qalır modulda A. Bilək ki, cüt qüvvətdə modul çıxmalıdır əslində. Çünki bu 3 onsuz da müsbət ədədidir deyə daha modulda yazmadım. Vurulsun. Burada da B-nin 4-cü qüvvətindən kökün 4-cü qüvvəti gedir, qalır modulda. B cüt qüvvətdə modul qalır. Digərləri qalır kökün altında 3-dən bir dənə, A-nın kvadratı, bir də B. Bizə şərtdə verib ki, A mənfidir. Əgər A mənfidir, onda moduldan çıxanda biz bilirik qarşısına mənfi atmalıyıq. B haqqında bir şey deməyib bizə. Onsuz da B müsbət olmalıydı. Çünki ilk verilən misala diqqətlə baxsaq, 16 müsbət ədəddir. 16 müsbət ədəddir. 16 müsbət ədəddir. A üstü 6 da müsbətdir. Qaldı burada B üstü 5. Deməli B üstü 5 tək qüvvət olduğu üçün B özü də müsbət ədədiymiş. Ki, kökün 6 müsbət eləyib. Vurulsun 4-cü dərəcədən 3A kvadrat B. Belə bir ifadə aldıq. Bu ifadə də hardadır? Mən səhv baxdım deyəsən, bu suala baxmalıydım. Mənfi 3AB 4-cü dərəcədən 3A kvadrat B. 12-də cavab Y variantıdır. Sonra 15-ci sual var burada. Sadə sualdır. Deməli 2 vurulsun 3-cü dərəcədən mənfi 3,8-də 3 üstə gəl 3 vurulsun 4-cü dərəcədən 81-də 1 bərabərdir. 2 vurulsun qalır. Bu 3-cü dərəcəni saxlayırıq. Bu ədədin düzgün olmayan kəsrə çevirsək, mənfi qalır. 3, 8-in 24, o da 3, 27. Üstə gəl 3 vurulsun 4-cü dərəcədən 81-də 1. 2 vurulsun, mənfidən tək qüvvət ilə mənfi çıxır. 8-dən 3-cü dərəcədən kök 2 çıxır, 27-dən də 3 çıxır. 3 vurulsun, 4-cü dərəcədən 81-də 1-dən isə 3-də 1 çıxır kök. Burada qalır mənfi 3, üstə gəl 1, o da mənfi 2 verir bizə Y variantı 15-də. 46-cı burada suala baxacaq biz. 46-cı sual deməli hanı? A minus 2 üstü 3-də 1 A minus 2 üstü 3-də 1 7 minus A üstü mənfi 3-də 1. Burada vacib qayda nədir? Rasional üstü qüvvətdir bu. Əgər qüvvətdə gördüyümüz kəsir, yəni bu 3-də 1 kəsir müsbətdirsə, onda onun əsası sıfırdan böyük bərabər olmalıdır. O bir ifadəyə baxaq. Qüvvətdəki kəsir mənfidirsə, onda onun əsası sadəcə sıfırdan böyük olmalıdır. Amma bu şərtləri biz bilməliyik. Buradan alınır ki, A böyük bərabər 2. Burada isə alınır A kiçikdir 7. 2-dən böyük bərabər 7-dən kiçik şərtini ödəyən tam qiymətlərin cəmi. Burada 2 var, 3 var, 4, 5 və 6. 5, 9, 14, 20 olur. Doğru cavab D variantı. 47-ci suala da baxaq. 47-ci sual. 47-ci sualda yazıb 2 kökün altında 7 plus 4 kök altında 3. Əvvəlcə gəlin bunu sadələşdirək biz. Kökün altında 2-ni saxlayıram.
7 plusda saxlayıram. Biz buradakı 4'ü çalışaq 2 vur 2 şəklində yazaq və belə suallarda bir dənə 2 çöldə qalsın çalışaq. Yəni rasional bu kök altı ki 3 var, onun kənarında əmsalı 2 qalsın. Digər 2-ni salaq kökün altına. Onlar 2 kök altında 2-nin kvadratı 4, 4'ü 3-ə də vuranda 12 olur. Bərabərdir. Kök altında 2 vurulsun. Bundan sonra burada bir qaydamız yada düşməlidir. Bax bu ifadədə elə 2 ədəd tapırıq ki, toplayanda, yəni cəmi 7-ni versin, hasili isə bizə 12-ni versin. Həmin ədədlər hansılar olacaq? 3 və 4'dür ki, toplayanda 7 eləyir, vuranda 12 eləyir. Onda bu cür ifadədən kök çıxacaq. Kök altda 4, üstə gəl kök altda 3 ədədi. Yəni biraz da sadələşdirsək bunu olur 2. 4'dən 2 çıxır. Olur 2 mötərizəni açsaq, yəni 4, üstə gəl 2 kök altında 3. Bax belə bir ifadə alınır. Yenidən burada kök var. Bax bu ifadədə elə 2 ədəd tapırıq ki, cəm bizə 4'ü versin, hasil isə bizə 3'ü versin. Həmin ədədlər 3 və 1'dir. Deməli bu ifadədən kök altda 3 plus kök altda 1 çıxacaq. Yəni kök altda 3 plus 1. Yəni bu bir qaydadır. Bunu bilməliyik biz. Ardıca isə nə var? Yəni verilən misal birinci ifadə kök altda 3 plus 1 idi. Ardıca isə 7 minus kök altda 3 gəlirdi. Kök altda 3'lər islah olur. Burada doğru cavab 8 alınır. Doğru cavabımız 8. Sonraki sualımız burada 49'dur. Burada maraqlı sualdır. Birinci əvvəlcə mötərizəni sadələşdirək. 3 üstü 2'də 1, üstə gəl 3 üstü 6'da 1, bölünsün 3 üstü 3'də 1, üstə gəl 1, çıxılsın 1. Bərabəri birinci mötərizəni sadələşdirirəm. Biz burada bir yol deyim ki, 3 üstü 6'da 1'ə bir t əvəzləməsi apara bilərsiniz. Misal sadələşər. Ondan sonra mən elə də eləyə bilərik. Yalnızca biz belə eləyək. 3 üstü 6'da 1'i, bir dəqiqə. 3 üstü 6'da 1'i çıxardırıq mötərizənin xaricinə surətdə. Yerdə qalacaq 3 üstü deməli 3 üstü 6'da 1 mötərizə xaricinə çıxanda qalır 3 üstü 3'də 1. 3 üstü 3'də 1. Üstə gəl 1. Bölünsün 3 üstü 3'də 1. Üstə gəl 1. Ayrıca çıxılsın 1. Bax bu ifadə qalacaq. Hardan gəldiyini bilmək istəyiriksə, bu vurmadakı qüvvətlər toplanır. 6'da 1 ilə 3'də 1 toplayanda 6'da 3 eləyir. O da 2'də 1 verir bizə. Bunlar ixtisar gedir. Qalır 3 üstü 6'da 1 çıxılsın 1. Deməli birinci mötərizəmizin qiyməti oldu 3 üstü 6'da 1 çıxılsın 1. İkinci mötərizədə isə yazılıb 3 üstü 6'da 1 plus 1. Bununla sadələşdirsək, baxaq bu a minus b a plus b'dir. Bizə verir birincinin kvadratı çıxılsın ikincinin kvadratı. 6'da 1'in kvadratı 3'də 1 eləyir. Yəni 6'da 1 2'yə vurulur da belə deyək. Çıxılsın 1. Ardıca isə nə yazır misalda? Bu birinci addım idi. Bu ikinci addım. Üçüncü addımda isə 3 üstü 3'də 1 minus 1'dən axırda da bir dənə orada yazılıb 3 üstü 3'də 1 çıx. Bunlar da islah olur. Doğru cavabımız -1 alınır 49'dan. 50-ci suala keçid edirik. 50-ci sual. Burada yazıb ki, cüt dərəcələr görürük. Köklərin cəmi 0'dır və bir şey var ki, köklərin dərəcə ölçüləri cüt ədədlərdir. Əgər cüt dərəcəli köklərin cəmi 0-dırsa, onda hər bir kök altı ifadəni biz 0'a bərabər etməliyik. Birinci kökün altını 0'a bərabər etsək, z-ni 3 tapırıq. İkinci kök altı ifadəni də biz 0'a bərabər edirik, amma z-ni yerinə yazırıq, 3 yazırıq. Olur 3 üçün 9, çıxılsın 11 bərabərdir 0. Buradan 2x bərabərdir 2, x oldu 1. X'i 1 tapırıq. Üçüncü kökün içərisi 5y çıxılsın 7z plus x bərabərdir 0. Y-in qiyməti bizdə yoxdur, saxlayırıq. Z-nin qiyməti 3 olduğu üçün 7 3'ünü 21. X-in qiyməti 1'dir, bərabərdir 0. 5y bərabərdir 20. Y-i buradan 4 tapırıq. Bizdən nə soruşurdu? Bunların cəmin deyiri tap. Yəni 3 plus 1 plus 4 cavab 8 olur 50'də. Sonra burada var 56-cı sual. Əslində 56-cı sual desən olmalı idi köhnə topluda. Amma dəqiq bilmirəm. 5-ci dərəcədən nə yazırıq? Surətə baxaq. 25 üstü 7'lər toplanıb 5 dənə. Onda olur 5 vurulsun 25 üstü 7. Yəni surətlərin cəmi. Məxrəci isə olduğu kimi saxlayırıq. Amma diqqətlə fikir versək, bu kəsirin məxrəcində bir hazır qayda var.
Görürəm ki, 3-cü dərəcədən 6-nın kvadratını bura yazıblar. Birinci ikinciyə vurub bura yazılıb, ikincinin də kvadratı 3-cü həddə yazılıb. Elə bunun məxrəci hazır A kub çıxılsın B kub şəklindəymiş. Yəni yazacağam ki, bura 3-cü dərəcədən 6-nın kubu çıxılsın 1-in kubu. Məxrəc 2 dənə mötərizənin hasili ilə A kub minus B kub imiş. Bərabərdir 5-ci dərəcədən 25 5-in kvadratıdır. 5-in kvadratı qüvvətində də 7 olduğu üçün olur 5 üstü 14. Bölünsün. Burada da 3 ilə 3 gedir, qalır 6 minus 1. 5-ci dərəcədən 5 üstü 15 verir bizə surət. Məxrəc 5 verir. Burada da 5 ilə 15 ixtisar getsə, burada 5-in kubu qalır. 5-in kubunu 5-ə bölsək, olar 25. Doğru cavab. Sonraki sualımız burada. 81-ci sual növbəti mövzuda, yəni kəsrinlərin ixtisarı, ifadələrin sadələşdirilməsi. Burada 81-ci suala baxaq. 81-ci sual. 81-ci sualda ifadəni sadələşdirmək lazımdır bizə. 5B kökün altında 5B üstə gəl 4, üstə gəl kök altda 80B ardıca yazılıb, çıxılsın kök altda 5B. Biz burada nə edəyək? Kök altda 5B-ni saxlayıram, üstə gəl 4. 80-i biz 16 vur 5 şəklində yazsaq, 16-dan kök 4 çıxır. 16-dan kök 4 çıxır. Amma 5B qalır kökün altında. Çıxılsın kök altda 5B bərabərdir. Sonrası. Bu altına xət çəkdiyim ki var, ifadə ki var. Onu mən kənarda bir dənə yazdım. Baxın. Burada nə yazılıb? Yazılıb ki 5B üstə gəl 4 kök altda 5B üstə gəl 4. Biz burada kök altda 5B'yə bir dənə T əvəzləməsi aparsaq, bu ifadə T kvadrat plus 4T plus 4 şəklindədir. Yəni T plus 2-nin kvadratı şəklindəymiş. Yəni yazacağım ki, kök altda T'yə kök altda 5B demişəm də, kök altda 5B üstə gəl 2-nin kvadratıdır bu. Çıxılsın kök altda 5B. Burada kvadratla kök gedir, alınır. Kök altında 5B üstə gəl 2, çıxılsın kök altda 5B. Bunları da islah aparsaq, yerdə qalar 2. Doğru cavab Y variantındadır. Doğru cavabımız Y variantında. 81 dedik. 82-ci sualda baxaq. 82-ci sualda şərtdə yazıb ki, 0 M-dən kiçikdir, M də N-dən kiçikdir. Kökün altında sağdakı ifadəyə diqqətlə baxın, mən açılışın birbaşa yazacağım. Bu kəsirin surəti əslində kök altda M üstəgəl kök altda N-in hazır kvadratıdır. Çünki kök altda M-in kvadratı M, kök altda N-in kvadratı N, hasilinin də 2 misli 2 kök altda M-indir. Məxrəci isə kök altında M çıxılsın kök altda N-in kvadratıdır. Yəni burada fərqi yoxdur. M yoxsa N fərqi yoxdur. Hansını birinci yazırıq. Amma şərtdə M kiçikdir N yazdığı üçün gələ biz burada kök altda N minus kök altda M yazaydı. Onsuz düzələcək ikincidə. Bərabərdir 2. Burada kvadratla kök gedir. Modul çıxır. Cüt dərəcədən modul çıxmalıdır. Modul işarəsi. Məxrəcdə də kvadratla kök gedir. Modul alınır. Kök altda M minus kök altda N bərabərdir 2. Surət onsuz da müsbət olduğu üçün buradan özü çıxır moduldan. Məxrəcdə isə M N-dən kiçikdir. Onda buradan çıxır kök altda N çıxılsın kök altda M bərabər 2. Çarpaz vursaq alınar 2 kök altında N çıxılsın 2 kök altında M. M-ləri bir yerə yığsaq 3 kök altda M. N-ləri bir yerə yığsaq kök altda N. Bizdən M böl N-i soruşur. Biz burada kök altda M böl kök altda N-i tapsaq, olar doğru cavab 3-də 1. Hər tərəfin kvadratı yüksəltsək, olar 9-da 1 doğru cavab C variantı. 83-cü suala da baxaq. 83-cü suala düşmüş sualdır. X kvadrat çıxılsın 5x bərabərlə 8 olarsa. İndi sağdakı ifadə fikir verin. Yəni sağdakı misalın özünə. Burada 2 dənə kökün hasilini bizdən soruşur. Və hər iki kökün dərəcəsi 6-dır. Eyni dərəcəli köklərə bir kök altda vurmaq olar. Alınar x minus 3. Baxın, birincidə x minus 3-ün qüvvəti 4-dür, ikincidə 2-dir. Vuranda qüvvətlər toplanır, 6 olur. Sonra x minus 2-nin birinci kökün altında qüvvəti 2-dir, ikincidə isə 4-dür. Onda vurmada qüvvətlər toplanır, 6 olur. Bərabərdir. Olur 6-cı dərəcədən
Bunların da qüvvətləri eyni olduğu üçün bir qüvvət altında bunları vura bilərik. Onlar x minus 2, x minus 3 üstü 6 bərabərdir 6-cı dərəcədən. Mötərizələri atsaq alınar x kvadrat minus 5x plus 6 qüvvətində 6. O da bərabər 6-cı dərəcədən. Yəni burada biz 6-ları ixtisar eləyə bilərik əslində, amma mən heç eləmirəm. X kvadrat minus 5x bizə 8 verdiyi üçün alınır. Düzmü yazdıq? X minus deməli 8 üstə gəl 6 üstü 6. Bu da bizə 6-lar ixtisar gedir, verir 14 doğru cavab. Sonraki sonuncu sualımız burada bizim sualımız olacaq 104-cü sual. Digər suallar digər topulda da var idi, köhnə topulda. Misalımızı yazaq. Kökün altında 9 üstə gəl 2 kök altda 14 çıxılsın kök altda 8 vurulsun kök altda 7 üstə gəl kök altında 2 bərabərdir. Deməli nə edirik? Kök altda 9-u saxlayırıq. Üstə gəl. Da ki ehtiyac yoxdur. Biz bayaq bunun üçün hazır qayda dedik ki, bu ifadədə elə 2 dənə ədəd tapırıq ki, cəm bizə 9-u versin, hasil isə kökün altındakı ədədin versin. Amma burada 2 olmalıdır. Kökün əmsalı 2 olmalıdır. Həmin ədədlər 7 və 2-dir. Ona belə çıxır ki, biz bu kök altı ifadəni yaza bilərik. Kök altda 7 üstə gəl kök altda 2. Toplamadsa toplama, çıxmadsa çıxma. Birinci böyük yazaq. Kök altda 8 də ki 2 kök altda 2-dir. Bunu da yazırıq belə. Olur kök altda 7. Kök altda 2-dən 2 kök altda 2 çıxanda 1 kök altda 2 qalır. Bu isə kök altda 7 üstə gəl kök altda 2. Yenidən bizə nə verdi bu? A kvadrat çıx B kvadrat. Yəni birincinin kvadratı çıxılsın ikincinin kvadratı. 7 minus 2 cavabımız 5 oldu. Bu qədər kvadrat köklər bölməsinə aid suallarımız.